Salam dostlar, mən Elnur Rəsulov. Hər birinizi Amarketdən salamlayıram bir daha. Təxminən bir dəqiqə gözləyək. Çünki hal-hazırda qatılanlar var webinara və ondan sonra başlayaq. Okay. Bir daha hər birinizi salamlayıram dostlar. Deməli, bugünkü webinarımızda səhm nədir, ümumiyyətlə səhmlərlə necə ticarət olunur, bu haqda danışacağıq. Ümumiyyətlə, niyə görə bu mövzunu seçdim sözümüzü? Çünki mən baxıram, ümumiyyətlə, bütün dünyada, o cümlədən bizim də ölkəmizdə səhm bazarına ciddi bir maraq var və bu artan tempdə davam edir. Və xüsusilə səhm bazarında bəzi, eyni zamanda yanlış gözləntilər də var. Daha çox haqda danışmaq istəyirəm. Və ümid edirəm ki, faydalı olacaq. Əgər webinarın sonuna qədər dinləsəniz, orada sizin üçün həm praktik, belə deyək də, effektivliyi olan məlumatları sizinlə paylaşmağa çalışacağam. İlk öncə webinarın proqramından tanış olmağa çalışır olar. Deməli, səhm nədir? İndi burada qoşulanlar arasında təbii ki, əralda təcrübəsi olan vardır və yaxud da uzun müddət bəlkə də bu sahədə ticarət edən şəxslər vardır. Onlar üçün bu hissə sıxıcı ola bilər ki, okeydə biz bilirik səhm nədir və s. Amma eyni zamanda yeni başlayanlar üçün də bunu izah etməliyik. Səhm nədir? Ümumiyyətlə, səhm bazarı nədir? Onlara necə ticarət edilir? Sonra effektiv ticarət strategiyalarını sizinlə paylaşacağım və ən önəmli hissə həm belə deyək, təcrübəsi olan peşəkarlar üçün, həm də yeni başlayanlar üçün bu hissədədir. Bu da webinarın sonundadır. Çünki bu hissə çox önəmlidir və bir çox insanın da əslində diqqətdən qaçırdığı, belə deyək, nüans da burada gizlidir. Çünki, okey, desək ki, səhm bazar risklidir. Bir çox insan deyir ki, okey, biz də bilirik, hər şeydə risk var və ya risklidir. Amma o risk nədir, necə ölçülür və ya biz ondan necə özümüzə sığortalıyıq, bunu bilməsək, əmin olun ki, ortalama statistikadan fərqimiz olmayacaq. Yəni, biz də itirənlər sırasına düşəcək. Ona görə də mənim əsas çatdırmaq istədiyim bu hissədə olacaq. Və çalışacağım ki, bu seminarda dediyim kimi sürətli şəkildə hər şeydən qısa-qısa məlumat verməyə çalışım və ən azından ilkin təsəvvür yaranmış olsun. İlk olaraq, səhm nədir? Səhm, ümumiyyətlə, dostlar, bildiyimiz kimi bir şirkətin, belə deyək, pay sahibi olmaqdır. Əgər siz bir səhm alırsınızsa bir mənada, hər hansı bir şirkətdə sanki pay almış olursunuz. Tutaq ki, Apple-dan bir səhm alırsınızsa, həmin Apple-ın çox cüzi hissəsinə sahib olmuş olursunuz. Və səhm bazarının əslində mahiyyəti xüsusilə bir narahat edici faktor odur ki, bəli, son vaxtlar ümumiyyətlə, son vaxtlar deməyim, bu daha çox 2000-lərdən sonra bu internetin gəlməsi və ya .com belə deyək də, şarının partlaması və ondan sonraki dönəmlərdə bir mənada maliyyə bazarı əslində mahiyyətindən çox uzaqlaşdı və daha çox artıq spekulyativ bir alət, spekulyativ bir sahə olmağa başlayıb, yəni kifayət qədər və həqiqətən də bu spekulyasiya olması bir mənada eyni zamanda maliyyə bazarına neqativ təsirləri də var. Amma maliyyə, ümumiyyətlə, səhm bazarının mahiyyəti ilkin olaraq ondan ibarət edir ki, okey, bir şirkətin, belə deyək də, kapitalı çıxış vasitəsidir. Yəni, tutaq ki, bir ideyanız var və ya bir biznesiniz var, onu böyütmək istəyirsinizsə, ya gedib bankdan kredit almalısınız. Bankdan kredit almağın özünün problemləri var. Ya da ikinci vasitə maliyyə bazarı ilə, kapital bazarı vasitəsilə səhm buraxırdınız, emissiya edirdiniz və onun vasitəsilə kapital toplayırdınız. Yəni, əslində mahiyyəti bundan ibarət idi ki, şirkətlər daha effektiv böyüyə bilsin. Amma indi sonda deyəcəyim bəzi göstəricilər olacaq. Diqqət etirsəniz, görəcəksiniz ki, ümumiyyətlə artıq bu value investing dediyimiz məsələdən əsər əlamət qalmayıb. Elə şirkətlər var ki, baxırsınız, zərərlə işləyir, amma məsəl üçün, bir ay içərisində 8000% dəyər qazanan şirkətlər var ki, mən bunu sizə göstərəcəm. 8000% və faktiki şirkət hal-hazırda zərərlə işləyir.
O baxımdan daha çox spekulativ belə deyək də meyllər artmağa başlayır bu bazarda. Səhmlərin emissiya edilməsinin səbəbi qeyd etdiyimiz kimi şirkətlərin əslində kapital toplama məqsədi daşıyır ki, yəni şirkət oradan vəsait əldə etsin, research development-da pul yatırsın və daha çox araşdırma, daha çox yeni məhsul çıxara bilsin və beləliklə mənfəətini artırsın. Amma qeyd etdiyim kimi artıq heç kimin o maraqlandırmır. Şirkətin mənfəəti nə yerdədir, şirkət həqiqətən işləyirmi? Tutaq ki, insanlar Tesla-nı alır. Niyə? Elon Musk-a görə. Nə bilim, belə narrativlər olur da. Mən bilirəm, Trump seçiləcəkdir. Elon Musk da Trumpı dəstəkləyir. Ona görə Tesla-nı aldım kimi narrativlərdir. Bu narrativlər nə qədər dayanıqlıdır? Bu çox ciddi sual altındadır. İndi o hissəyə gələcək. Səhmlərin qeyd etdiyimiz kimi emissiya edilməsi investisiya şirkətləri vasitəsilə olur. Müəyyən bir prosedurları vardır təbii ki. İnvestisiya şirkəti ilə emissiya edilir və ondan sonra birjalarda yerləşdirilir. Məsəl üçün deyək ki, məşhur birjalar bilirsiniz. New York Stock Exchange, Nasdaq, Tokyo, London birjası, Azərbaycanda Bakı fond birjası bilirsiniz. Onlar vasitəsilə təbii müəyyən prosedurları keçdikdən sonra siz öz səhmlərinizi ilkin kütləvi təşkil dediyimiz IPO edə bilirsiniz. Və birja və broker, birja dediyimiz kimi həmin o səhmlərin alqı-satqısının təşkil edildiyi, tənzimlənən bir bazardır. Broker da bir mənada vasitəçidir. Siz broker vasitəsilə həmin bazardan səhmləri alıb sata bilirsiniz ki, belə deyək, kifayət qədər brokerlar vardır ki, onlardan belə deyək də onların vasitəsilə ala bilərsiniz. Məsəl üçün A-Markets də həmin brokerlardan birisidir. Amma təbii ki, A-Markets-də səhm CFD-lər təklif olunur. Səhmin özü deyil, səhm CFD-lər. İndi o hissəyə gələcək. Səhm CFD nə olan şeydir? Qeyd etdiyimiz kimi səhmləri siz broker vasitəsilə ala bilərsiniz. Broker şirkətləri vasitəsilə ala bilərsiniz. Səhm və onun törəmə maliyyə ələtləri nədir? Ümumiyyətlə dostlar, səhmin özünü almaq bir mənada şirkətdə hər hansı bir hissəni almaq anlamına gəlir. Bir də var, ümumiyyətlə maliyyə bazarında törəmə maliyyə alətləri dediyimiz derivativlər. Məsəl üçün, səhmlər üzrə CFD-lər və opsiyonları misal çəkə bilərik. CFD nədir? Buna Contract for Difference deyirlər, qiymət fərqi. Misal üçün, deyək ki, yer gəlmişkən törəmə maliyyə aləti o deməkdir ki, siz tutaq ki, bir Apple CFD-sini alırsınızsa, sadə dildə desək, Apple-dan hər hansı bir paya sahib olmursunuz. Sadəcə siz brokerla bir müqavilə imzalayırsınız ki, okey, hal-hazırda Apple-ın misal üçün deyək ki, bir səhminin qiyməti $200-dır. Mən onu $20 alıram səndən. Contract for Difference CFD-sini bir belə deyək də CFD kontrakt almış olursunuz. Apple-ın həmin səhminin qiyməti deyək ki, $200-dan $210 yüksələrsə, mən bir CFD-də $10 qazanmış oluram. Bəs deyəsiniz, okey, bunun səhmdən fərqi nədir? Misal üçün, deyək ki, siz buradan daha yəni bir misalla göstərməyə çalışın. Misal üçün, deyək ki, bu Apple səhmidir. Hal-hazırda $200 ətrafındadır. $200-dır hal-hazırda Apple-ın diqqət etirsəniz qiyməti. Siz bir səhmi almaq üçün $200 pul verməlisiniz. Bir səhm almaq üçün. Lakin bunun CFD-sini, Apple-ın CFD-sini siz marjin ilə ala bilərsiniz. Yəni, kredit çini ilə ala bilərsiniz. Kredit çində nədir? Broker bir mənada sizə borc pul verir. Və bu borc pulunun qarşılığında da bir mənada sizdən günlük kiçik komissiya, swap faizləri alır. Bu komissiya deyil də, birincisi swap alır, kiçik faizlər alır bu pulu sizə borc verdiyinə görə. Bir də təbii ki, siz ondan aldığınız zaman əməliyyat açanda hər hansı bir kiçik komissiyalar olur. Və bu bir mənada dediyim kimi, törəmə maliyyə aləti olduğuna görə, marjin olduğuna görə siz tutaq ki, $200 bir Apple səhmini siz $20 birim 5-ə kredit çini ilə. Birim 5-ə kredit çini o deməkdir ki, yəni qoyduğunuz vəsaitdən 5 dəfə çox sizə broker şirkəti belə deyək, əməliyyat açmağa imkan verir. Yəni bir Apple səhmini, əslində Apple səhminin CFD-sini siz $20 ala bilərsiniz. Və deyək ki, Apple-ın səhmi hal-hazırda $200-dır. $200-dan $210 qalxarsa, misal üçün, bura qalxarsa, siz
Apple-ın səhmini alanda da 10 dollar qazanmış olursunuz. Apple-ın CFD-sini alanda da 10 dollar qazanmış olursunuz. Çox gözəl. Deyirsiniz ona niyə nə fərq oldu? Fərq buradadır ki, birini 200 dollardan alırsınız, səhmin özünü alırsınız 200 dollardan. Birini isə Contra for Difference isə 20 dollardan almış olursunuz. Yəni hər bir belə deyək də maya dəyərində fərq var. Deyəsiniz əla, onda niyə hər kəs CFD-ni almır? Çünki CFD-də marjin olduğuna görə, misal siz səhmin özünü alanda 200 dollardan Apple almısınızsa, Apple şirkəti deyək ki, aşağı zərər elədi, səhmin qiymətləri düşməyə başladı. Apple şirkəti hətta bankrot deyək ki, bankrot olmadığı müddətcə sizin vəsaitiniz orada qalır. Misal üçün deyək ki, 200 dollardan hətta Apple-ın qiyməti gəlib 1 dollara düşsə ki, bu ehtimal çox uzaq bir ehtimaldır. 1 dollara düşsə belə, yenə də sizin pulunuz orada qalır. Yəni siz o şirkətin pay sahibisiniz. Amma siz tutalım ki 20 dollarınız var və 20 dollara bir Apple CFD-si almısınızsa, o zaman Apple-ın qiyməti 20 dollar aşağı düşərsə, siz artıq o pulu itirmiş olursunuz. Yəni 20 dolları tamamilə itirmiş olursunuz. Fərq buradadır. Yəni CFD-nin mahiyyəti odur ki, əslində az vəsaitlə daha çox qazanma imkanı verir, amma eyni zamanda daha çox zərər riski. Təbii ki, daha çox riskli olduğuna görə zərər etmə ehtimalı da var. Amma təbii risklərinizi daha yaxşı tənzimləyə bilsəniz, az bir vəsaitlə də yaxşı şirkətlərin, belə deyək də Apple, Tesla və Nvidia kimi şirkətlərin də səhmlərlə ticarət edə bilərsiniz. Çünki həmin şirkət, yaxşı şirkətlərin səhmləri çox baha olur. Belə deyək, almağa çalışsanız kifayət qədər pul istəyir. Ancaq CFD-lərlə müəyyən marja istifadə etməklə siz daha az vəsaitlə qeyd etdiyimiz kimi bu şirkətlərdən daha çox gəlir əldə edə bilərsiniz. Yəni CFD-nin də mahiyyəti budur. Contra for Difference. Bir də var opsiyon dostlar. Opsiyon nə deməkdir? Bu mənim ən sevdiyim alətlərdən birisidir. Opsiyon bir mənada onu alana, opsiyon kontraktdır, o da törəmə maliyyə əlatidir. Opsiyon kontraktı alana hüquq verir, almaq və ya satmaq, həmin o kontraktı alana almaq və ya satmaq hüququ verir, amma öhdəlik daşımır. Bəsit dillə desək, bu deməkdir, bet eləməkdir. Mən deyirəm ki, hal-hazırda Apple-ın məsəl üçün bir səhminin qiyməti tutalım ki 10 dollardır. Mən brokerla belə deyək də o kontraktı alıram, brokerdan alıram və deyirəm ki, əgər Apple-ın səhmi misal üçün 10 dollardan mən məsəl üçün 10 dollara çatarsa, mən bu belə deyək, opsiyon kontraktımı icra edəcəm. Buna strike price deyirlər, strike. Və tutalım ki, Apple-ın qiyməti keçdi 15 dollar oldu. Bu zaman broker, mənası budur ki, bu kontraktın, broker Apple-ın səhmini mənə 10 dollardan satmalıdır. Baxmayaraq ki, 15 dollara çatıb Apple-ın qiyməti. 10 dollardan mənə onu satmalıdır. Və mən də hal-hazırda Apple-ın qiyməti 15 dollardır, amma mən brokerla əvvəldən opsiyon kontraktım, opsiyon razılaşmam olduğuna görə onu artıq 10 dollardan alıram və 15 dollara satıram. O 10 dollar, 15 dollar arasındakı fərq, yəni 5 dollar mənim qazancımdır. Daha da sadə dillə desək, əslində opsiyon kontraktı bet eləməkdir ki, filan məsələ deyək ki, aktivin qiyməti və müddətlidir. Filan tarixdə bu qiymətə çatacaq. O qiymətdən yuxarı nə getsə qazancınızdır. İki növ kontrakt vardır. Verikli opsiyon ümumiyyətlə call opsiyon bir şeyin qiyməti qalxacaq deyə mərc gedirsiniz. Put opsiyonu isə bir şeyin qiyməti aşağı düşəcək deyə mərc gedirsiniz. Və bunların hər birisi dediyim kimi müddətli və eyni zamanda hədəf qiymət olur. Strike qiymət deyirlər ki, misal üçün Apple-ın qiyməti tutaq ki, bu ayın sonuna məsəl üçün hal-hazırda 200 dollardır. Mən bir opsiyon kontraktı alıram ki, bu ayın sonuna məsəl üçün 205 dollar olacaq. Əgər 205 dollardan yuxarı nə qədər çox getsə, o mənim qazancımdır. Və dediyim kimi opsiyon kontraktının ən gözəl tərəfi odur ki, bunlar risk bəllidir. Risk opsiyon kontraktı üçün ödədiyiniz premiumdur. Ən pis halda onu itirirsiniz. Tutaq ki, bir opsiyon kontraktının qiyməti indi bu opsiyonlara görə dəyişir, müddətə görə dəyişir təbii ki. Tutaq ki, siz bir kontraktın qiyməti məsəl üçün deyək 5 dollardır. Amma sizin qazancınız, məsələn, tutaq ki, Apple-da məsələn 205 dollar strike qiymət seçsiniz, Apple-ın məsəl üçün səhminin qiyməti qalxdı 300 dollar oldu misal üçün. Bu zaman təsəvvür edin, siz 5 dollara qarşılıq məsəl üçün deyək ki, təxminən 90 dollar pul qazanmış olursunuz. Hətta 95 dollar pul qazanmış olursunuz. Yəni
Dediyim kimi, bu biraz mürəkkəb alətdir, amma gəliri çox yüksəkdir. Eyni zamanda riski də çox yüksək bir alətdir. Və səhmlərin, ümumiyyətlə, səhm və onun törəmə maliyyələrindən, CFD ilə eyni zamanda A-marketdə də ticarət edə bilərsiniz. Opsiyon isə onu fərqli brokerlarda edə bilərsiniz. Onu hər brokerda olmur, açıqcası, opsiyon kontraktları. Sonra gəlirik, səhmlərlə necə ticarət etmək olar? Əsas hissə. Ümumiyyətlə, səhm bazarı haqqında ilkin təsəvvür yaranandan sonra, dostlar, səhm hal-hazırda bütün, belə deyək də, dünyada yayğın olan, xüsusilə bu platformaların inkişaf etdirilməsindən dolayı, artıq pərakəndə, belə deyək də, retail traderlər də çox rahat bazara daxil olmasından dolayı, artıq kifayət qədər insanlar səhmi narrativlərə görə alıb satır və hər hansı bir analiz yoxdur. Misal üçün, hətta məndə bəzi statistikalar var ki, məsələn, bir ölkədə, indi adını çəkməyəcəm, bizim ölkəmizdə başqa bir ölkədə, məsələn, deyək ki, ticarət edənlərin təxminən 90% telefondan ticarət edir, səhmi alıb satır. Bu anlama gəlir ki, o telefondan siz alıb satırsınızsa, çox ciddi bir analiz eləməmişsiniz. Çünki telefonda hər hansı bir ciddi analiz etmək mümkün deyil. Və əksər insan elə alıb satır. Amma ümumiyyətlə, siz səhm bazarına girirsinizsə, bir kərə şirkətin ən azı fundamentallarına baxmalısınız. Ən azı fundamental analiz eləməlisiniz. Mən qısaca bunu necə eləyə bilərik və yaxud da siz ən azı ilkin təsəvvür necə yarana bilər, biraz onu çatdıracağım bu hissədə. İcazənizlə ekran paylaşım. Dostlar, çox bəsit, Finvizə daxil ola bilərsiniz. Bu Finviz həm ödənişli, həm ödənişsiz platformadır. Sadəliyinə görə mən deyirəm. Bunun kimi en qədər, belə deyək, analizləri, dataları təqdim edən, belə deyək, saytlar var, amma ən bəsitlərindən birisi budur və buradan yararlana bilərsiniz. Misal üçün, biz bir şirkəti almaq istəyirik. Dostumuz və ya kimsə bizə dedi ki, okey, mən eşitmişəm ki, Nvidia çox əla şirkətdir və ya Tesla əla bir şirkətdir, onu alaq mı, almayaq. Amma ilk olaraq bu şirkəti tanımalısınız ki, bu şirkətin gəliri nədir, zərəri nədir, hələ nə işlə məşğul olduğunu təbii ki, ilkin olaraq ona baxmalıyıq, hansı sektordadır. Amma onu biləndən sonra ən azından biz şirkətin bəzi maliyyə göstəricilərinə baxmalıyıq ki, bu şirkət həqiqətən bəlkə zərərdədir, bəlkə belə deyək də, elə ancaq narrativə görə yüksəlir. Misal üçün, dostlar, biz Tesla'dan başlayaq. Məsələn, burada Tesla yazaraq. Tutaq ki, Tesla'dan başlayır və Tesla'nın maliyyə göstəricilərinə baxırıq ki, bu şirkəti almağa dəyərmi, dəyməzmi? İlk öncə indeks, bu deyir hansı indeksə daxildir, bu önəmli deyil. S&P 500 indeksinə daxil olan şirkətdir. İlk 500-lükdədir, belə deyək. Və market cap-ına baxsanız, market cap-i 1 trilyondan yuxarıdır. 1 trilyondan yuxarıdır şirkətin market cap-i. Income-ına baxırsınız, son rüb üzrə bu TTM-lər 12 belə deyək də, ayı bölürlər və ona əsasən hesablayırlar. 6.37 milyard dollar şirkətin income olur. Çox gözəl şirkət mənfəətlə işləyir, kifayət qədər də yüksəkdir. Bu sales və s. o qədər önəmli deyil, sales dəyişə bilir. Normal satışlarına baxsanız 95 milyard dollarlıq satışlar olub. Yəni. Bu da kifayət qədər yaxşı rəqəmdir, amma hələ o özlüyündə bu səhmi alaq anlamına gəlmir. Çünki şirkət okey 95 milyardlıq satış edib, amma ümumən qazancına baxırıq 6 milyard dollarlıq bir belə deyək də gəlir əldə edildi. Bookshare-ə baxırsınız, Bookshare bunları sürətlə keçirəm. Dediyim kimi, istəsəniz özünüz çox rahat bir şəkildə ChatGPT-dən və s. istifadə edib bunların hər birisinin mənasına baxa bilərsiniz. Mən qısaca izah verməyə çalışacağam. Və bu Bookshare-də almaq üçün hələ ki bizim üçün heç bir mahiyyət daşımayan əmsallardır. Sadəcə ilkin tanışlıq xarakteri daşıyır. Bookshare isə dostlar, şirkətin kitab dəyərinin onun səhmlərinin sayına olan nisbətidir. Kitab dəyəri o deməkdir ki, şirkətin bütün borclarını və s. hər şey çıxdıqdan sonra şirkətin xalis dəyəridir ki, okey, bu şirkətin bütün borclarını və s. çıxandan sonra bu şirkətin kitab dəyəri, xalis dəyəri nədir? Yəni, sabah satası olsa bu şirkətin neçəyə satacaq? Bu mənaya gəlir və baxırsınız ki, əslində şirkətin kitab dəyəri onu səhm başına böləndə hər səhmə 23 dollar düşür. Kifayət qədər yaxşı bir göstəricidir. Dividend verirmi, vermirmi? Bu onu göstərir. Dividend vermir, belə deyək, Tesla. İşçi sayı və s. Aha. Ən önəmli göstəricilərdən birisi, dostlar, price to earning ratio. Bu price to earning ratio hər zaman Tesla'da çox yüksək olur. Və açıqcası mənim şəxsən Tesla'ya, belə deyək, çox da simpatiyamın olmaması səbəblərindən birisi budur və Tesla'nı çox vaxt spekulativ görürəm. Niyə görə? Çünki price to earning o deməkdir ki, şirkətin məsəl üçün, belə deyək, səhm başına düşən 1 dollar qazanca görə investor nə qədər pul verməyə razıdır? Siz təsəvvür gətirin ki, Tesla'da bu əvvəl 188 idi, bir ara biraz düşdü, indi yenə 177-dir. Yəni,
Səhm başına düşən 1 dollar qazanca görə investor hal-hazırda Tesla səhmlərinə 177 dollar verməyə razıdır. Bəsit mənada anlamı budur, price to earning'in. Amma bu həddindən artıq arada fərq var. Yəni Tesla səhmi 1 dollar qazanc əldə etdi. 1 dollar gəlirinə görə belə deyək də qazanc əldə etməsinə görə 177 dollar böyük bir belə deyək də gözləntidir. Bir şirkətdən həddindən artıq böyük bir gözləntidir. Təbii bunun başlı səbəbi dediyimiz kimi insanların Tesla'ya qarşı çox böyük gözləntiləri var. Təbii fundamental səbəblər də var. Robotaksi və s. Elon Musk faktoru, electrification, yəni elektrik belə deyək də maşınların daha çox, avtomobillərin daha çox populyar olması, həm də şirkətin ümumən çox effektiv olmasından dolayı insanlar bu şirkətə güvənir. Amma bunu da xatırladım ki, maliyyə bazarı tarixi belə gözləntilərin partlaması ilə doludur və məni bu narahat edən faktordur. Yəni, ən azından siz bunu analiz edə bilərsiniz. Okay, Tesla'nın bir səhminə düşən 1 dollarlıq gəlirinə görə investorlar hal-hazırda buna 177 dollar verməyə razıdırsa, siz bu səviyyədən bu səhmi alıb nə gözləyirsiniz? Bunun 200-300 dollar olacağını mı gözləyirsiniz? Hə, ola bilər. Upside limiteddir. Yəni yuxarı gözləntinin qalxma ehtimalı aşağıdır, amma aşağı getməyə kifayət qədər belə deyək də ehtimallar var. Ona görə də mən şəxsən bu qiymətdən buna girmərəm. Yəni price to earning bir mənada onu göstərir. Məsələn, siz Nvidia ilə müqayisə, düzdür, Nvidia-nı Tesla ilə müqayisə etmək düzgün deyil, amma Nvidia nöqteyi nəzərindən yanaşsaq ki, Nvidia daha gözəl bir şirkətdir, bir çox nöqteyi nəzərindən baxın. Nvidia-nın price to earning ratiosu 46-dır. Yenə qeyd edirəm, bu müqayisə düzgün deyil, çünki tamamilə fərqli segmentdə olan şirkətlərdir. Amma ümumən baxanda ən azından Tesla-mı, Nvidia-mı alım desəniz, Nvidia daha maraqlıdır. Çünki Nvidia-nın 1 dollarlıq gəlirinə investorlar 46 dollar verməyi hədəfləyiblər. Yəni bu Nvidia kimi bir şirkət Tesla ilə müqayisə olunacaq bir şirkət deyil. Tesla'dan kifayət qədər daha güclü və daha belə deyək də bazarının genişləmə imkanları olan bir şirkətdir. Bu baxımdan məsələn mən Tesla'nı almaz idim. Ən azından misal üçün təkrar edirəm. Nvidia-ya diqqət edirəm. Çünki Nvidia daha əlverişli ola bilər. Niyə? Çünki ən azından price to earning ratiosu daha aşağıdır. Gedək yenə də Tesla'ya. Tesla. Bu forward price to earning ratio-nun bu proqnoz edilir ki, okay, bunun belə deyək də, hətta diqqət etirsəniz, price to earning-in 109-a düşəcəyi proqnoz edilir. Yəni bu arada anlama gəlir ki, əslində Tesla'nın hələ səhmlərin qiyməti aşağı düşəcək. Yəni əslində proqnoz da neqativdir. Amma bu proqnozlar özünü o qədər də doğrultmur. Price to earning growth ratio, bu da o qədər deyil. Price to sales ratio, price to sales qiymət satış nisbətidir. Bir mənada 1 dollarlıq satışa investorlar satışdan belə deyək də 1 dollar satışda olan artıma investorlar nə qədər pul verməyə razıdır, bunu ölçmək üçün olan bir göstəricidir. Bir mənada 10.83-dür, bu sektorda ortalamadır. Bu da o qədər də belə deyək bizə hər hansı bir prediktiv öngörən bir nəticə vermir. Price to book ratio, bu da önəmli deyil. Price to cash, o da önəmli deyil. Buradan gəlirik quick ratio. Quick ratio nə deməkdir dostlar? Mən hər zaman bu göstəricilərə diqqət edən bir şirkət alanda. Nəyə görə? Çünki quick ratio hal-hazırda şirkətin kassasında liquid nağd pulu nə qədərdir ki, hal-hazırda borclarını bağlaya bilsin. Yəni cari borclarını bağlamaq üçün bir mənada qısa short term borclarını bağlamaq üçün şirkətin kassasında nə qədər pul var? Nağd və ya likvid pul var ki, bunu dərhal bağlaya bilər. Və baxırıq ki, əslində Tesla'da müsbətdir. 1.54-dür. Bu şirkətin əslində sağlam olduğunu göstərən bir şeydir. Current ratio isə o deməkdir ki, cari borclarını bağlamaq üçün cari şəkildə belə deyək də likvidləri və yaxud da likvidasiya edə biləcəyi assetləri nə qədərdir? Onu ölçən bir nisbətdir. O da 2-dir və müsbət bir göstəricidir ki, əslində şirkət dərhal borclarını ödəməyə, cari borclarını ödəməyə imkanı var. Yəni şirkətin dediyim kimi kifayət qədər sağlam olduğunu göstərir. Debit to equity-si də 0.18-dir. Bu da əslində müsbət bir göstəricidir. Yəni şirkətin kifayət qədər sağlam olduğunu göstərir. Long term debit to equity və s. Bu EPS surprise və s. önəmli deyil. Earning per share. Earning per share o deməkdir ki, dostlar, şirkətin xalis mənfəəti bölünsün səhmlərinin sayı. Yəni səhm başına düşən gəlir. İndi baxın, Tesla'nı mənim narahat edən faktorlardan birisi budur. Tesla'da səhm başına düşən gəlir 1.82 dollardır. 1.82 dollardır Tesla'da bir səhm başına düşən gəlir hal-hazırki vəziyyətdə. İndi təsəvvür etdim, 1 dollar 82, bir səhm başına düşən gəlir 1 dollar 82 sentdir.
Amma ona qarşılıq investorlar ona 177 dollar verməyə razıdırlar hal-hazırki vəziyyətdə. Bu arada çox böyük fərqin olduğunu göstərir. Yəni sənin başına düşən gəlir əslində kifayət qədər belə deyək də düzdür. Tesla öz segmentində yüksəkdir, amma ümumi fonda baxanda o qədər də möcüzəvi deyil. Yəni onu deməyə çalışıram. Məsəl üçün baxımdan Nvidia-nı müqayisə etsək, məsələn Nvidia-da daha yüksəkdir. Nvidia-da bir səhin başına düşən gəliri təxminən 3 dollardır. Okay, Tesla'ya geri qayıdaq. Mənim üçün orada əsas sizə çatdırmaq istədiyim nədir ki, mən bir şirkəti alarkən daha çox nəyə diqqət yetirirəm? Bu earning per share, növbəti il və s. bunlar da önəmli deyil. Çünki proqnozlardır, tuta da bilər, tutmaya da bilər. Gəlirik, insiderlar bunu nə qədər alıblar. Insider owners təxminən belə deyək də 12.91% şirkətin öz insiderlarıdır. Onu səhmləri əlində saxlayanlar. Insider transfer son olaraq 0.31% satıblar. Öz içində belə deyək də şirkətin səhmdarlarına, əsas shareholderlardan bir qismi səhmləri satıblar. Son olaraq 31% belə deyək də satışdır. Mənfi olanda o deməkdir ki, satıblar. Müsbət olanda isə alış deməkdir. Institutional owners neçə faiz bunu institusional investorlar alıb? 49.23%. 50%-ə yaxın təsəvvür etdiyim ki, institutional owners var. Yəni bu institutional owners deyəndə məsələn Norveçin pensiya fondu ən böyük Tesla shareholderlarından birisidir misal üçün. Üzr istəyirəm, çox üzr istəyirəm, pensiya fondu deyil, neft fondu. Bilirsiniz 1 trilyondan çox onların aktivləri var. Həmin belə deyək də Norveçin neft fonduna. Yer gəlmişəm bizim neft fondumuzda alıb səhv etmirəmsə Tesla. Gəlirik return on asset, return on equity, return on investment və s. Bu o qədər də önəmli deyil. Mənim üçün dostlar, burada gross margin və s. Burada ən önəmli göstəricilərdən birisi, vaxtımız az olduğuna görə mən bu sizə sürətli keçirəm, profit margindir. Bu niyə önəmlidir dostlar? Baxın, profit margin. Profit margin deməkdir ki, şirkətin 100 dollarlıq satışından xalis nə qədər mənfəət əldə edirəm. Tesla'ya baxsanız 100 dollarlıq satışdan 6.65, yəni təxminən 7 dollar gəlir əldə edir. Yeri gəlmişkən bu göstərici 13 dollar idi. Təxminən 2024-ün dekabrlarında və s. 13 dollar idi. İndi diqqət etsəniz biraz aşağı düşüb. Çünki Tesla'nın qiyməti aşağı düşdü. Səhmlərin qiyməti aşağı düşdü. Yəni 100 dollarlıq satışdan 7 dollar gəlir əldə edir Tesla. Öz segmentində normal göstəricidir. Amma bir də məsələn Tesla mı alaq, başqa daha yaxşı şirkətlər varmı deyirsinizsə, bu möcüzəyə baxın. Təsəvvür gətirin dostlar. Nvidia-nın profit marjini 51.69%-dir. Yəni 100 dollarlıq satışdan Nvidia 51 dollar gəlir əldə edir. Bu həqiqətən möcüzəvi bir nəticədir. Ya bu qədər efficient, bu qədər effektiv bir şirkət tarixdə çox az görülən bir nəticədir. Bəlkə biraz onu Apple arxadan izləyə bilər. Amma ümumən məsəl üçün şirkətin gəlir payına baxırsınız ki, 100 dollarlıq satışdan 51%, yəni 51 dollar gəlir əldə edir. Bu şirkətin gəlir problemi yoxdur. Nə qədər çox satış etsə, o qədər daha çox gəlir əldə edəcək. Yəni yüksək templə belə deyək. Məsələn, Apple-a diqqət yetirsəniz, Apple-da səviyyəmizə 30 olmalıydı. Ya biraz düşə bilər indi aşağı. Apple-da kifayət qədər aşağı düşür. Məsələn, Apple-da diqqət etirsəniz 13.38%-dir profit marjini. Bu kifayət qədər aşağı düşür. Apple-da təxminən 30-20-lərdə idi həmin göstərici, amma aşağı düşür. Yəni 100 dollarla satışdan artıq Apple belə deyək də 13 dollar gəlir əldə edir. Bu çox önəmlidir ki, okey, bu şirkəti mənfəəti nə yerdədir? Şirkət çox satışlar edə bilər. Amma baxarsınız ki, profit marjini çox aşağıda, diblərdədir. O şirkətin nəyin alacaqsınız o zaman? Yəni, bu baxımdan önəmlidir şirkətin mənfəət əldə etməsi. Və burada shares outstanding nə qədər, belə deyək, ümumiyyətlə bazarda dövriyyədə olan nə qədər səhmləri var, onu göstərir. Məsələn, Apple-da 238.41 milyondur. Məsəl üçün, Tesla'ya baxaq. Tesla'da 3.22 milyard səhm var dövriyyədə. Və dostlar, sonra gəlirik burada mənim üçün önəmli hissə, belə deyək, bir öncəki ilə müqayisədə bu şirkət nə qədər dəyər qazanır. Diqqət edin, bu çox önəmlidir və mən hər zaman bir şirkəti almaq düşünərkən ilk öncə baxdığım göstəricilərdən birisi budur. Bu şirkət keçən ilə müqayisədə nə qədər dəyər qazanır. Baxın, bir çox insanın qaçırdığı nüans budur. Ola bilər siz möhtəşəm bir şirkət alırsınız, amma keçən ilə müqayisədə bu şirkət 71% dəyər qazanır. Və
bir öncəki illə müqayisədə 71% dəyər qazanıbsa, okey, bu şirkət təxminən 200% yüksələ bilər. Bunu heç kim inkar eləmir. Amma artıq bir mənada gecikmə faktoru var ki, bunu mən ən azından aşağılardan ala bilsəydim, daha çox qabağa düşərdim. Amma 71% yüksəlibsə, bu yuxarı getmir, aşağı getsə mən kifayət qədər gözləməliyəm ki, bu şirkət belə deyək də yüksəlsin, hələ mənim zərərim bərpa olunsun, ondan sonra da gəlir gözləyim. Bu problemlidir. Və ya məsələn Nvidia diqqət yetirin. Nvidia diqqət yetirsəniz, misal üçün. Nvidia məsələ almaq üçün daha əlverişlidir. Keçən illə müqayisədə məsələn 9.83% dəyər qazanıb. Bu deməkdir ki, yəni bu şirkətin hələ önü açıqdır. Məsələn 2024-ü götürsəydiniz, 2023 ilə müqayisədə məsəl üçün Nvidia bir ilin içərisində daha çox 2024-də sürətlə yüksəlməyə başladı. Misal üçün baxsaydınız 250-280%-ə qədər dəyər qazanmışdı bir ilin içərisində. Və bu ildən nöqteyi nəzərdən, yəni 2025 nöqteyi nəzərdən baxsaq, hal-hazırda 9.83-də deməli hələ önü açıqdır. Nvidia-nın kifayət qədər yüksəlmə potensialı var. Amma hal-hazırda Nvidia məsələn burada göstərsəydi ki, məsələn 100%, 150%, mən ona girməyə risk etməz idim. Çünki upside ehtimalı aşağıdır, downside kifayət qədər var ki, okey, şirkət aşağı gəlsin. Deməli gözləmək lazım ki, bu şirkət aşağı gəlsin, ondan sonra mən bunu yatırım edim. Yoxsa hər hansı dediyim kimi bir narrativə görə, okey, Nvidia-nın süni intellekt bazarı böyüyür, gəliri çox yaxşıdır, mən bunu alım, gəlir əldə edəcəm, o gözlənti yanlışdır. Sizə bir belə deyək, bir statistikanı, son olaraq bir statistikanı sizinlə paylaşım. Baxın, 2025-in yanvarından iyun ayına qədər Amerikada retail traderlar Amerikan səhm bazarına təxminən 150 milyard dollar yatırım ediblər. Bunun böyük hissəsi yeri gəlmişdə Tesla payına düşür və bu aylıq 25 milyard dollar deməkdir. S&P 500 indeksi təxminən bu ilin ən dibindən, belə deyək də, düşüşdən ortalama bu 6 ay ərzində 1.6% yüksəlib. Buna baxmayaraq ortalama retail traderlar 2.6%. Bu rəqəm dəyişə bilər, 2%-dən yuxarı zərərdə idilər. Yəni bu o deməkdir ki, dostlar, baxmayaraq ki, S&P yüksəlir, səhm bazarı yüksəlir, belə deyək, benchmark, betamız yüksəlir. Amma bizim alfamız negativdir. Yəni biz zərərdəyik. Niyə görə? Çünki siz alış nöqtəsini düzgün seçməmisiniz. Siz dediyim kimi, məsələn, Tesla'da 70% və 100%-də almışsınız, 150%-də almışsınızsa, bu bazar belə yuxarı sonsuz davam eləmir. Bir aşağı korreksiya edir. Ən azı münbit vəziyyəti, belə deyək də, o dibləri gözləmək lazım ki, aşağıdan alım. Yəni məqsəd budur, dostlar. Əgər siz səhm bazarına girirsinizsə, hər zaman discounted price, discounted qiymətləri axtarmalısınız. Kiminsə gözləntisindən əsla spekulyasiya etməyin, əsla. Çünki sonda siz zərərlə çıxacaqsınız. Bunu birmənalı biləsiniz. Bu hissələr haqqında qısaca belə deyək, təsviri formalaşdırdıqdan sonra, dostlar, dediyim kimi, bu film bizdə daxil olaraq rahat bir şəkildə belə deyək, buradan ən azı ilkin maliyyə göstəricilərinə tanış ola bilərsiniz. Təbii bu haqda biz saatlarla danışa bilərik. Bunların hesablanma qaydası, belə deyək də, onlara görə biz ən azı proqnozlar irəli sürə bilərik ki, okey, indiki price to earning bu səviyyədədir, gələcəkdə nə gözlənilir, satışlarla bağlı proqnozlar nədir, price to sales ratioya əsasən biz qiyməti proqnoz edə bilərik, saatlarla müzakirə etmiyorlar. Amma dediyim kimi, bunlara baxan təkcə biz deyilik, milyonlarla insan var və açıqcası deməliyəm, bu datalara baxaraq da qərar qəbul etməklə maliyyə bazarına pul qazanmaq olmayacaq. Necə qazana bilərik? İndi o hissəyə gedirik və o hissəyə gələcəyik indi. Okey, sizlə yenidən ekran paylaşım, icazənizlə. Okey, fundamental analiz haqqında danışdıq. Sektor və şirkət analizi. Bir də icazənizlə burada qısa bir məsələ də deməliyəm. Sektor analizi çox önəmlidir, dostlar. Baxın, mən Bakıda olanlarda bununla bağlı təlim də verdim. Bəlkə bu iştirakçılar arasında qoşulanlar var, onu xatırlayarlar. Mən təlim verəndə və o məsələni deyirdim ki, ümumiyyətlə biz birinci topdan, birinci sektor, birinci ölkədən başlamalıyıq. Bu ölkənin vəziyyəti nədir biz səhm bazarına girəndə? Elə Elon Musk'a görə Tesla almaq absurd bir şeydir. Deyəcəksiniz Elon Musk və s. Amma ümumən, çünki bazarda bu narrativ çox tutur da. Yəni hər kəs bunu danışır ki, mən bilirdim, onu dəstəkləyəcək, ona görə də Tesla aldım, qazandım. Bu tamamilə nağıldır və şansdır. Amma siz belə deyək, səhm bazarında uğurlu olmaq üçün ilk öncə şansı minimumlaşdırmalısınız. Şans faktorundan ticarət etməklə davamlı olmayacaq o.
Yəni topdan düşməliyik. Birinci ölkə iqtisadiyyatını analiz etməliyik. Okay, ölkədə nə gözlənilir? Ölkənin faiz dərəcəsi nə yerdədir? Mərkəzi bank, məsələn, Amerika, indi xüsusilə biz Amerikan səhmləri haqqında danışırıq. Məsəl üçün, federal ehtiyat faiz dərəcəsini aşağı salacaqmı, salmayacaqmı? Faiz dərəcəsi təbii aşağı düşərkən adətən səhm bazarı yüksəlir. Böyük ehtimalla gözləntimiz o yerdədir ki, faiz dərəcəsini aşağı salacaq federal ehtiyatlar. Böyük ehtimalla. Çünki problemləri çoxdur Amerikanın. Amma Amerikanın eyni zamanda bond bazarında çox ciddi bir, belə deyək də, alov var orada. Bir bomba yatır ki, ondan nə vaxt partlayacağını biz bilmirik. Çünki kifayət qədər borc problemi var Amerikanın. Ən azı bu dediyim kimi buna baxırıq. Sonra gəlirik sektora baxırıq ki, okey, məsəl üçün bir sektor, məsələn siz texnologiya sahəsinə girmək istəyirsiniz, okey, baxmalısınız ki, bu şirkətlər nə qədər dəyər qazanıb, bu şirkətə ümumiyyətlə sektor nə qədər dəyər qazanıb. Çünki sektor adətən düşəndə o digər ona daxil olan şirkətlərin də səhmini aşağı çəkmiş olur. Misal, baxın, ən çox belə deyək də, alınıb satılan texnologiyadır. Dostlar, mən məsələn 2024-də də bunu təlim verəndə də göstərmişdim. Xatırlayanlar var bu qrupda, hər halda bura qoşulanlarda. Texnologiya sektoruna baxanda 2024-ün dekabrında texnologiya sektoru təxminən 48%-ə qədər dəyər qazanmışdı. Təsəvvür gətirin, illik əsasda 48% texnologiya sektoru dəyər qazanır. Bu dəhşətli dərəcədə yüksək bir rəqəm idi. Və mən hər dəfə deyirəm ki, mən indi girmərəm bazara. Həqiqətən də gördüyünüz bazar kəskin bir düşüş oldu. Və indi texnologiya hal-hazırda 8.35%-dədir. Yəni biraz bir mənada bazara aşağı çəkib o bazarı soyutdular. Çünki sektora baxırsınız ki, 48% dəyər yüksələn bir sektorda siz oradan girib nə qazanmağı gözləyirsiniz? Okey, kiçik qazanc əldə edə bilərsiniz, amma məhdud olacaq. Yenə də downside daha yüksək ehtimaldır, upside, yəni yuxarı yönü daha az ehtimaldır. Okey, onda mən o sektora girmərəm. Financial sektora məsələn baxırsınız ki, bir illik əsasında ən yaxşı performans göstərən financial sektordur. Ümumiyyətlə financial sektordan ehtiyatlı olun. Banklar, JP Morgan'dır, onun rəhbəri nə bilim Jeremy Diamond'dır, kimdir? Bunlar çox problemli bir sektordur. Çünki böhran gələndə ilk öncə o sektoru vurur. Yəni bu baxımdan ehtiyatlı olmalısınız. Çünki mənim kifayət qədər təcrübəm var ki, o sektorda yaxşı pul, yəni yaxşı böyük pullar itirən insanlar var. Consulting şirkətləri olsun, financial sektorda olan şirkətlərdən bunlara imkan varsa yaxın durmayın. İmkan varsa yaxın durmayın. Çünki dediyim kimi arxasında heç nə durmur və onlar asılı, dependent sektorlardır. Real sektor çökən kimi ilk dalğa onları vurur tabii. Və bərpası da kifayət qədər vaxt alır. Okey, yəni ən azından dediyim kimi sektor analizində burada deyə bilərsiniz ki, bir sektor neçə faiz. Məsələn, healthcare-yə baxırsınız, diblərdədir. Healthcare təbii özlüyündə çox problemlidir. Biotek, bioscience şirkətlər, çünki onların patent və s. gəlir vermə ehtimalı çox yüksək olur. Yeri gəlmişkən bir nüansı qeyd edeyim. Bill Ackman var. Üzrlü sayın sürətli danışmağa çalışsın, daha çox məlumat vermək üçün. Məsələn, Bill Ackman, adam biotek şirkətində 4 milyard dollar pul itirib. Onu baxa bilərsiniz, araşdıra bilərsiniz Bill Ackman haqqında. Təbii sonradan gedib adam 250 milyon borc alıb, təkrar 9 milyard gəlir əldə edir. Yəni qeyri-adi bir insanlardır, investorlarından birisidir. Amma böyük zərərlər ola bilər burada. Ehtiyatlı olmaq lazım bu sektordan. Və hal-hazırda baxanda diqqət etsəniz, dediyim kimi ən diblərdə olan, hətta mənfi 8.95-də belə deyək, 9%-ə yaxın düşüş var bu sektorda illik əsasda. Baxa bilərsiniz, okey, onların içərisində discounted, amma gələcək vəd edən şirkətlərə baxmaq olar ki, okey, tutdusa belə deyək də yaxşı gəlir əldə etmək olar. O isə gələcək. Okey, sonra dostlar, bu səhm bazarı ilə bağlı texniki analizdən istifadə edə bilərsiniz. Ümumiyyətlə, əgər siz səhmlə ticarət edirsinizsə, day trading o sayda çox çətindir. Çox çətindir. Amma ümumən belə deyək, texniki analizdən də istifadə edənlər olur. Texniki analiz bir mənada belə deyək, baxır şirkətin səhmə belə xətt çəkənlər olur, müxtəlif indikatorlar istifadə edənlər olur. Baxın, adam belə bir dənə xətt çəkir, deyir ki, baxın, Apple səhmi düşüş trendindədir. Bu trend xəttini qırmadıqca mən onu almayacam tipli şeydir və ya deyir ki, buradan aşağı keçdi, mən bunu satacam və s. Bu çox qüsurlu bir yanaşmadır. Və ya məsələn S&P 500 indeksində xüsusilə bizim insanımız daha çox türkləri izləyir və əmin edirəm ki, sizə çox yaxşı insanlar var, amma çox yanlış bilgiləri var bazarla bağlı. Məsələn, adını çəkməyəcəm, yaxşı insanlardan birisi belə bir xətt çəkib, baxın, deyir ki, bu S&P 500 indeksidir. Məsəl üçün, adam keçən deyir ki, bax, biz burada alın dedik, işte buraya qədər qalxdı, biz qazandırdıq. İndi dostlar, mən sizə sual verim. Mən tutaq ki, dedim ki, burada alaq. Bazara girdik, tamam, əla, bazar buradan qalxdı və bazar buradan düşəndə kim söz verə bilər ki, orada satıb çıxmayacaqdı onu?
Yəni belə keçmişə baxıb danışmaq çox rahatdır. Yəni çox biabırçı şey var. Adam deyir ki, biz burada da dedik ki, alın. Heç bir şey də yoxdur arxasında, heç bir şey. Sadəcə şama baxıb biz dedik ki, burada alın. Baxın hara qədər yüksəldi. Çox insan çox söz deyə bilər. Tamamilə şarlatanlıqdır. Bax bunu üzr istəyirəm ifadəmə görə. Buna görə əsla hər hansı bir səhm almayın. Biz dedik ki, burada alın bu qalxacaq. Okay, arxasında heç bir data yoxdur. Sağlam bir data yoxdur. Nəyə əsasən? Sən dedinmi deyə qalxdı adama deyirlər. Bu deyil. Mən adətən bazarda levellardan istifadə edirəm. Gördüyünüz bu levellardan və bir mənada leveli qırdısa, bir qiymət səviyyəsini qırdısa, mən orada ehtimal hesablayıb ona əsasən ticarət edirəm. Yəni bir mənada volatilliyi nəzərə alıb ticarət edirəm. Hər hansı bir proqnoz irəli sürmürəm ki, bu səhmi buradan alım, bura qədər yüksələcək. Onu heç kim bilmir. Okay, bu da bir mənada texniki analizlə bağlı çatdırmaq istədiyim nüansidir ki, texniki analizlə və ya müxtəlif indikatorlarda milyon dənə indikator var ki, ondan istifadə edilər. İndikatorlarla, moving average'lərlə və s. siz istifadə edib bu bazardan pul qazana biləsiniz. Bir çox səbəbi var, qısaca deyim ki, o indikatorlara baxan milyonlarla insan var. Yəni bir səbəb odur, ikinci səbəb də bazar ortalamaya əsasən işləmir. Sürətli keçirəm, çünki sizə çatdırmaq istədiyim ən önəmli hissə, belə deyək də, axırlara yaxındır. Okay, texnik analizdə bir balaca toxunduq. Effektiv investisiya strategiyaları. Dostlar, bu hissə önəmlidir. Baxın, ümumiyyətlə qısa və uzun vədəli strategiyalar vardır ki, uzun vədəli və yaxud da bunu value investing dediyimiz belə deyək, bir mənada strategiya. Hər kəs deyir, uzun vədəli mən yatırmayayım. Qısa vədə və ya uzun vədəli ticarət edirsinizsə, mən şəxsən əgər belə deyək, yatırdığınız bir şey nə olduğunu bilmirsinizsə və yaxud da ondan gəlib gözləntinizin risk hesablaması eləməmisinizsə, işə yaramaz bir şirkət tapıb 50 il də gözləsəniz, ona bir gəlir əldə edə biləsiniz deyilsiniz. Misal üçün, mən bu dəfələrlə demişəm, bu Snapchat-in baxsanız, məsələn, Snapchat şirkətinin səhmləri 2021-ci ildə təxminən 83 dollara qədər yüksəlir, təsəvvür edin. Amma həmin tərəfdən etibarən Snapchat yalnız enib. Təxminən lazım 10 dollar ətrafındadır Snapchat-in səhmləri. İndi sual verirəm. Siz Snapchat-i alın 50 ildə gözləyin və bilirsiniz ki, Snapchat hal-hazırda heç bir innovasiya etmir. Heç bir yaratdığı ciddi bir dəyərdə yoxdur. İstifadəçi sayları da get-gedə azalır. Snapchat-i alıb 50 ildə gözləsəniz, ona pul qazana biləsiniz deyilsiniz. Yəni, mən uzun vədəli yatırım eləmişəm narrativi içi boş bir ifadədir. Halbuki uzun vədəli yatırım bu olur dostlar. Siz bir hadisəyə oynayırsınız. Bir hadisəyə yatırım edirsiniz. Misal üçün, mən bunu öz şəxsi səhifələrimdə də paylaşmışdım və indi də deyirəm, quant computing, bu sahələri biraz araşdırsanız, bu gələcəkdir. Necə ki, AI bir sıçrayış elədi, inqilabi yenilik elədi, növbəti quant computingdir. Quant computingdə kifayət qədər işlər var, problemlər var. Amma dostlar, sizə bir nəticə göstərdim. Mən bunu təxminən 2023-cün mart ayında demişdim ki, bu sektora yatırım edin. Hətta tövsiyə etdiyim yaxınlarım, tanışlarım var idi. Gəlin bir dənə quant computing sektorunda olan bir şirkət sizə göstərdim. Rigetdir. Və long term demişdim. Yeri gəlmişkən mən hər hansı bir proqnoz irəli sürməmişdim ki, bu şirkət sabahlarım, nə bilim, bunu alın, sabahlarım milyoner olacaqsınız. Yox, sadəcə long term üçün yatırım edin, gözləyək. Çünki bir neçə bu sektorda olan şirkətlər var və penny stocklar idi. Geri gəlmişkən zərərlə işləyirlər, əksəriyyəti də. Çünki hələ kifayət qədər onların gediləsi yolu var. Amma diqqət edin dostlar. 2024-ün noyabr ayından etibarən şirkətin səhmi həmin vaxt təxminən 1 dollardan götürsək belə, mən bunu özüm də almışdım yeri gəlmişkən, ani şəkildə sıçradı və təxminən 21 dollara qədər yüksəldi. Təsəvvür edin. Yəni siz 100 dollarlıq səhmi alsaydınız, təxminən səhmdə belə deyək, 100 dollardan 2000 dollar pul qazanacaqdınız. Okay, siz heç 20 dollara qədər gözləməyə də bilərdiniz. Bunu gətirib 10 dollara satsaydınız, 100 dollara qarşı 1000 dollar pul qazanmış olacaqdınız. Baxın, uzun vədəli yatırım belə olur. Siz bir sektora minimum səviyyələrdən giriş edirsiniz. Eyni qaydada Nvidia ilə bağlı da mən bunu əvvəldən də demişdim. Çünki ilkin olaraq da bu bazarda yaxşı pul qazanan insanlar, zəngin olan insanlar o insanlardır. Daha hər hansı bir narrativə baxıb, hər hansı bir analitikin sözü ilə gedib Nvidia-nı nə bilim bu ortalardan alan və ya Tesla-nı bu qiymətlərdən alan insanlar deyil. Bazara, sektora ilkin girən insanlardır. Yəni orada minimum, belə deyək də, o sözü çox istifadə edirəm mən, downside minimumdur. Bu sektor mən niyə çox rahat deyirdim ki, bunu almaq olar? Çünki 1 dollar idi, 2 dollar olsun və ya başqa bir şirkətdə də demişdim, IonQ. Baxın, bu şirkətdə, bu da böyük bir sıçrayış eləmiş oldu. Diqqət etirin, bunun
6 dollardan mən şəxsən özüm almışdım və tanışlarım da almışdı bunu. Təxminən bu səviyyələrdən almışdıq. Diqqət etirsəniz 53 dollara, 54 dollara qədər bağlaşmış oldu. Düz, mən 54-ə qədər gözləməmişdim. Mən biraz daha tez satmışdım onu. Amma ümumən diqqət etirin, baxın, bu sektorları alıb gözləyəndə ani anda sıçrayışda çox böyük gəlir əldə edə bilirsiniz. Və ən önəmli faktor da riskiniz də minimumdur. Baxın, bu bazara girirsinizsə minimum riski düşünmək lazımdır. Yəni bir hər hansı belə deyək də potensialı olmayan şirkəti alıb və yaxud da düşüş ehtimalı yüksək olan bir şirkəti alıb 50 ildə gözləsəniz gəlir əldə edə bilməyəcəksiniz. Biz hər zaman bazara girəndə downside minimum, upside maksimum düşünməliyik. Yəni qısa və uzun vədəli yatırım strategiyasını çatdırmaq istədiyim bu üçü şirkət alırkən diskount şirkətləri və yaxud da düşmə artıq diblərdə olan minimum risk ehtimalı olan şirkətlər almaq lazımdır. Bir digər nüans bu hissədə portfel və diversifikasiya. Portfel bir mənada belə deyək də bir neçə səhmi alırsınız, bir səhmi və bir neçə səhmi alırsınız və diversifikasiyasınız. Analitiklərin yaxşı sevdiyi ifadədir, diversifikasiya etməlisiniz. Dostlar, Warren Buffett'ın dostu Charlie Munger var, onun cəmi 3 səhmi var idi və ən böyük sərvəti də oradan qazanıb. Biri Costco idi, biri Ligen idi, səhv etmirəmsə, bir də adı yadımdan çıxıb bir digər şirkət idi, cəmi 3 şirkətinə. Yəni Buffett'ın özünün də çox az sayda şirkətlər olub. Yəni belə hər şirkəti alım, hər şirkəti diversifikasiyasının məsələsi deyil. Onlar value investing, yəni dəyər yaradan şirkəti alır və ona yatırım edirlər. Sizdə də indi deyə bilərlər ki, biraz texnologiya al, biraz nə bilim healthcare al, biraz nə bilim enerjidən al və s. Əgər normal onun belə deyək də normal şirkətləri analiz eləməmisinizsə 50 şirkəti də alsanız, onlar düşəndə hamısı eyni vaxtda düşə bilər və birinin düşüşü o birisinin gəlirini balanslaşdırmaya bilər. Ya bu biraz problemli məsələdir. Yəni okey, diversifikasiyada ki də istədiyimiz bir şirkəti alaq. Mən bir dənə healthcare-dan aldım, bir dənə nə bilim tech-dan aldım. Bu hələ diversifikasiya anlamına gəlmir. Çox problemli məsələdir. Diversifikasiya yer gəlmişə hər zaman effekt vermir. Onu da qeyd edeyim. Niyə görə? İndi gələcəm ora. Dəyər yatırımı value investing. Bu hər zaman işləyən və işləyəcək bir strategiyadır ki, əgər siz həqiqətən gəlirli, ümumiyyətlə cəmiyyətə belə deyək də fayda yaradan, dəyər sağlayan bir şirkəti alırsınızsa, ən sonunda siz qalib çıxacaqsınız bu işdən. Yox, əgər siz spekulyasiya edirsinizsə, qazanmışsınızsa oradan tez çıxmamız lazımdır. 40-ın 60-a nisbəti nədir? Bu portfel qurarkən bizdə dediyim kimi ənənəvi indi bütün analitiklərin və yaxud da risk menecerlərinin istifadə etdiyi 40-ın 60-a strategiyasıdır ki, artıq bu da bir mənada çox problemlidir. 60% bond bazarına fixed income daha az, hətta sıfıra yaxın risk deyilən, məsələn, Amerika xəzinə bondlarına və s. yatırım deyirlər. 40% isə deyirlər ki, şeyə yatırım edin. Onu da bölürlər, 20% daha riskli və s. Kim istəsə nətə bölür, səhəm bazarına və ya daha riskli aktivlərə yatırım etmə strategiyasıdırlar ki, deyilənə görə bu işləyir. Xeyr, bu da çox kifayət qədər artıq problemlidir. Yer gəlmişsə, indiki dövrdə ümumiyyətlə onun risk ehtimalı daha yüksəkdir. Çünki bütün dünyada bond bazarı, istiqraz bazarları artıq bir mənada partlamağa hazır səviyyəyə gəlib çatdı. İstər Yaponiyada olsun, istər Çində, istər Amerikada, xüsusən Amerikada kifayət qədər problemlidir. Yəni Amerikanın borcu artıq idarə edilməz səviyyəyə çatır ki, bununla bağlı bilirsiniz, məşhur investorlar Ray Dalio və s. hətta kitab falan da yazdı, düzdür nə qədər şey olmasa da, amma adam kitab da yazdı bununla bağlı, How the Empires Broke deyə bir kitab yazıb. Məsələn, o da bununla bağlı diqqətləri cəlb eləməyə çalışır ki, bu problemlidir. Yəni 40-ın 60-a nisbəti problemli deyil. Dostlar, bu yanaşmanı tamamilə fərqli istifadə edən, məsələn, mənim ən çox sevdiyim yanaşmalardan birisi Universal Capital var. Bunu mən öncəki webinarlarımda da demişəm. Başında Mark Spitznagel durur. Məsələn, böyük əksəriyyət 40-ın 60-a nisbətini istifadə edəndə, onlar isə bu iki sektora, belə deyək, iki sahəyə, həm bond bazarının, həm səhəm bazarının çöküşünə oynayırlar. Çünki böhran gələndə əslində iki sektorun ikisi də partlayır. Yəni bunu biləsiniz. Yəni ona görə də 40-ın 60-a nisbəti o demək deyil ki, heç vaxt itirməyəcək. Xeyr, böhran gələndə hər iki sektoru dağıdır. Onlar isə bundan sığortaya, bu yanaşmanın tam fərqli bir mənada tail hedge deyirlər buna. Bu risk nisbətini belə deyək də bir mənada çöküşünə oynayırlar və ondan da böyük gəlirlər əldə edirlər. 2008 və 2020 belə deyək pandemiyada təxminən onların gəlirinin 4200% olduğu deyilir. Bu müddətdə iki böhranda onlar haqqında kitab da yazdı, Xaos kralları.
Onlar dediyim kimi bu yanaşmalar tamamilə əksin istifadə edir. Penny stoklara gəlirəm dostlar. Spekulativ dedim. Niyə görə spekulativ? Çünki baxın, Regencell son olaraq bu şirkətə baxa bilərsiniz. Bu biotek şirkətidir. Sizcə nə qədər bir qısa müddətdə nə qədər dəyər qazansa yaxşıdır bu şirkət? Ona görə bir mənada artıq fundamental göstəricilər, artıq belə deyək, fundamental analiz və yaxud da ki, maliyyə əmsallarına baxıb ticarət etmək bir mənada çox problemlidir. Regencell. Diqqət edin dostlar Regencell'in dəyərinə. Bu şirkət deməli 2025-in may ayında bunun qiyməti təxminən olub, hətta aprel desə $1.31. $1.31-dən təxminən 2 ay içərisində 8000%-dən çox dəyər qazanır bu şirkət. Yəni $100 yatırım etsəydik, $8000 çox pul qazanmış olacaqdıq. Təbii ki, bəlkə də burada yox, gözləyəcəkdik. Çünki diqqət etirsəniz, bir anda yüksəlib, yəni sürətli yüksəlib, tədricən yüksəlməyibdir. Bir anda yüksəlib. Və burada digər bir şirkət də göstərim. Rigettini sizə göstərdim, Quantum Computing-dəki sırayışı və Nuke-u da göstərəcəm. Bu nükleer sektoru gəlmişəm, mən bunu səhifələrimdə də yazmışdım. Məncə gələcək vəd edən sektorlardan birisidir. Niyə görə? Çünki dostlar, bu AI məsələsi kifayət qədər enerji aparan məsələdir. Amerika nüvə enerjisinin, enerjisindən əldə edilən elektrik enerjisindən bir mənada konservativ yanaşırdı. Amma onlar da artıq mini şəkildə nüvə reaktorları və s. qurmaq istəyirlər. Hətta Nvidia bu yaxınları teraya yatırım etdi. Çünki bu AI kifayət qədər enerji aparacaq, o data centerlər və s. Ona görə də bunu da bir mənada qarşılayacaq ən effektiv vasitələrdən birisi nüvə enerjisidir. Bu baxımdan nüvə sektoru haqqında düşünə bilərsiniz. Çünki onlarda səhmlər həm aşağıdır, ucuzlarını ala bilərsiniz, gözləyə bilərsiniz. Upside maksimum, downside minimum, yenə təkrar edirəm. Diqqət etirin, bu şirkət bir anda partladı. Bir anda, bir günün içərisində partlayış edir. Diqqət etirin. Təxminən $2-dan hardasa $70 qədər yüksəlmiş oldu. Təbii ondan sonra kəskin düşdü. Yəni bu tip səhmlərə baxa bilərsiniz, sektorları analiz edərəkdən, oradakı penny stoklara kiçik yatırımlar edə bilərsiniz və oturub gözləyə bilərsiniz, heç bir şey etmədən. Bu effektiv bir strategiyadır. Mən özüm də istifadə etmişəm bunu. Bir çox insanlara da ətrafında tövsiyə etmişəm. Bu baxımdan, çünki dediyim kimi risk minimumdur. Minimum riskdir. $100, $200, $1000 yatırım etsəniz belə orada problem yoxdur. Amma upside maksimumdur. Bu tip sektorlara baxa bilərsiniz. Regencell'in yeri gəlmişkən onu deyim mən sizə. Regencell'in problemi olur ki, bu şirkət baxmayaraq ki, zərər edir dostlar, qorxunc bir yüksəlişlə müşahidə edir. Və bunun əsas səbəblərindən birisi də təbii ki, bu retaillərdə. Bir anda bazara girib, anidən belə deyək də, şirkətin səhmini yüksəldirlər. Bu, son vaxtlar Robinhood və s. platformasının əslində yaranması daha da bu şeyi təşviq etdi. O baxımdan dedim ki, bu sektorlara yatırım edib gözləyə bilərsiniz. Sona yaxınlaşırıq. Daha da sürətlə son olaraq onu da qeyd edeyim. Bu çox önəmli bir nüansdır. Dostlar, ümumiyyətlə son olaraq risk nüansı. Alfa nə deməkdir? Alfa sizin beta o demək ki, ortalama bazar. Deyək ki, məsələn, S&P 500 indeksi orta bazardır. Ortalama, yəni bizim benchmark indeksimiz odur. Alfa da ona nisbətli qazancınızdır. Sizin alfanız, yəni ortalamada, məsələn, S&P 500 indeksi illik 6-10% dəyişir, yüksəlir. Siz məsələn səhəm almışsınız, 15% qazanmışsınızsa, deməli siz bazardan daha çox qazanmışsınız. Bu effektivdir. Amma burada ən önəmli faktor, mənim sizə çatdırmaq istədiyim risk of ruindir. Baxın, maliyyə bazarı əslində loserlar bazarıdır. Bu bazara girənlərin 90% itirir. Bütün əslində biznesdə elədir, amma bu bazarda daha sürətli itirirsiniz. Digər məsələn biznes açmışsa daha gec ola bilər, amma bu bazar daha sürətlidir. Səbəbi ondan ibarət ki, dostlar, insanlar risk of ruin faktorunu nəzərə almır. Risk of ruin faktoru bilirsiniz nə deməkdir? Baxın, siz əgər bir strategiya qurmuşsunuz, tutaq siz inanırsınız ki, Tesla sabahları $1000 olacaq. Bunu almışsınız. İnanırsınız buna. Deyəndə ki, yaxşı, sabah Tesla bankrot edərsə necə olacaq? Bu ehtimalı sıfır, heç qəbul etmirsiniz. Deyirsiniz ki, o milyonda birdir. Risk of ruin faktorudur ki, dostlar, sizin milyonda bir dediyiniz gerçəklik reallaşa bilər. Demirəm Tesla bata bilər. Amma məsələn, siz Tesla'ya böyük bir yatırım eləmişsiniz. Deyir ki, okey, Tesla sabahlarını tutaq ki, $1 düşdü. Necə olacaq sizin vəziyyətiniz? Bütün vəsaitinizi itirə bilər. Deyirsiniz ki, o ehtimal milyonda birdir. Dostlar, bazar yığır, o milyonda bir gerçəklikləri reallaşdırır. Və risk of ruin odur. Bazarda uğurlu olan insanlar, baxın, Ray Dalio, məsələn, bu məşhur bir investordur da, yəni Bridgewater fondunun qurucusudur. Adamın dediyi oydu ki,
Sual verəndə ki, okey, sənin risk of ruin faktoru nədir? Dedi sıfırdır. Sıfır. Baxın, milyonda bir demir. Sıfırdır. Və yaxud da məsələn Charlie Mungerə baxsanız, ona da deyirlər ki, okey, sənin risk of ruin, deyir, mən yatırım etdiyim şirkətdən batma ehtimalı sıfıra yaxındır. Və biz elə bir portfel qururuq ki, sıfıra yaxın olsun. Yəni sözümü nəyə gətirirəm? Əgər sizin həmin o risk of ruin faktorunuz sıfır deyilsə, siz bazardan pul qazanmısınızsa, sizi davamlı o bazarda ticarət etməyə başlasanız, sadəcə zaman məsələsidir. Zaman məsələsidir. O risk of ruin faktoru sizi vuracaq. Bizim bundan sığortalanmağımız üçün nə etməliyik? Asimetrik bet eləməliyik. Minimum, baxın, mən o təkrar demək səbəbim o idi. Downside minimum, upside maksimum. Yəni, məsələn, mən sizə penny stoklar dedim. Demə səbəbim o idi ki, çünki orada düşüş, yəni minimumlarda $1 da, okey, siz oraya $100, $1000 da yatırım etsəniz, düşüş çox kiçikdir. Birincisi, zərəriniz çox kiçikdir, amma upside maksimumdur. Və sektor, məsələn, quant sektoruna yatırım edirsiniz. Downside minimumdur, amma onun, yəni o sektorda gerçək bir nəticə əldə olunarsa, uçacaq oradakı səhmlər. Upside maksimumdur. Buna asimetrik bet deyirlər. Yəni bu bazarda sağ qalmanın tək yolu asimetrik betdir. Siz ortalama ilə Tesla'dan bu ay nə bilim $100 qazandım bir səhmdə, $50 qazandım. Həftədə nə bilim $200-300 pul qazanıram deyirsinizsə, əmin olun bu həftə gələn bir neçə həftədən sonra bəlkə də 1000, 2000, 10000 dollar itirəcəksiniz. Bu bazar belə hekayələrlə doludur. Sonda sizə çatdırmaq istədiyim bu idi. Qısaca bizim 4 dəqiqə vaxtımız var və sizdən sualları ala bilərəm. Sualınız varsa yaza bilərsiniz. Okey, belə bir sual gəldi. Niyə görə bəs onda biz nə bilək ki, o belə deyək də, yəni o hadisə nə baş verəcək məsələsini. Dostlar, ümumiyyətlə hər hansı bir sektora yatırım edərkən və yaxud da dediyim kimi bir hadisə uzun vədəli yatırım edərkən, bir sektora yatırım edərkən ən az biraz araşdırmaq lazımdır. Yəni bu çətin bir şey deyil. Tutaq ki, siz kvant kompüter sektoruna yatırım etməlisiniz və kvant kompüter kifayət qədər internetdə bununla bağlı resurs var. Özünüz araşdıra bilərsiniz. Hansı işlər gedir? Bu şirkət bu gerçəkləşərsə hansı innovasiyalar olacaq? Bir mənada dağıdıcıdırmı? Dağıdıcı mənada disruptivdirmi? Yəni belə deyək də bir çox segmenti sıradan çıxaracaqmı? Çünki ən çox elə innovasiyalar, elə texnoloji məhsullar böyük bir belə deyək də gəlir gətirir. Yəni bu baxımdan təbii ki biz zamanı proqnoz edə bilmərik. Bu hadisə nə vaxt baş verəcək? Mən özümə kvant sektorundan bahsəyəm deyəndə mən açıqca gözləmirdim ki, bu bir aya neçə min faiz yüksələcək. Onu heç kim bilmir. Amma sadəcə bet eləyirik, dediyim kimi, asimetrik bet eləyirik və gözləyirik. Çünki mən analiz etdiyim zaman görürəm ki, bazarda qazanan insanlar bu tip insanlardır. Asimetrik bet ödən insanlardır. Bir sual daha gəldi. Okey. Niyə görə 60-ın 40-a strategiyasını işləmədiyini düşünürsünüz? Dostlar, dediyim kimi, çünki bond bazarını analiz etsəniz, kifayət qədər hal-hazırda bütün dünyada qlobal olaraq bond bazarında risklər var. Borclar bir mənada idarə edilməz səviyyəyə gəlib çatır. Məsələn, Amerikada artıq borc üçün ödənilən faizlər $1 trilyon. Və Amerikada xəzinə istiqrazları üçün faizlər aşağı enmir. Məsələn, son olaraq 10 illik faizlər 4.30 ətrafındadır. 30 illiklər düzdür, biraz problem deyil də, amma 10 illik benchmark sayılır. 10 illiklərə baxsanız, təxminən 4.30-dur. Bunlar, məsələn, 10 il əvvəl Amerika tutalım ki, 2% ilə borclanırdı. Təxminən 2-2.5% ilə borclanıb, ona görə $1 trilyon faiz ödəyəcək hal-hazırda. İndi təsəvvür edin, 4% ilə 4.30 ilə borclandığı zaman Amerika artıq 2 trilyon, bəlkə də daha çox pul ödəməli olacaq. Ona görə borc artıq öz-özünü yeməyə başlayır və sizin qazandığınızı elə ödədiyiniz faizlər bir mənada silib aparır. Bu baxımdan risklidir hesab edilir həmin sektor. Dostlar, son saniyələrimizdir. Hər birinizə təşəkkür edirəm qoşulduğunuza görə. Hər hansı bir sualınız olsa bizdə Amerika'dan supporta yaza bilərsiniz və oradan mən çalışacağam ki, sizin suallarınıza cavab verim. Təşəkkür edirəm zamanınıza görə. Çox sağ olun.